Hər birinizi salamlayırıq. Biz Sabirabad rayonu Nərmankən kəndinin sakinləri. Burada bizim işimiz baramatçılıqla məşğul olmaqdır. Biz həmən baramatçılığı məşğuliyyət yerindir. Yəni, Sabirabad rayonu Nərmankən kəndinin icra nümayəndəliyi tərəfindən təşkil olunub. Ondan xahiş eləmişik ki, bizim üçün kiçik sahibkarlığa olacaq iş barədə müəyyən olunmuş işlərdən bizə dəstək olmalı. O da bizə bir-iki iş təklif irəli sürərək, həl-hazırda indi olacağı bu işin açılışındır. Bir aydır ki, zəhmət çəkirik bu baramanı yetişdirməyə. Yetişdirmişik, Allah'a şükür ki, məhsulumuz var. Bolçuluqdur, necə deyərlər. Olacaqlar da bunlar. Bunu bismillah edib yavaş-yavaş yığırıq. Birdən də belə elimizdə o verdi ki, çəkək bəzi lazım olacaq münasib yerlərə. Bu baraman necə istehsal olunur, o çəkib görsədilir. Həmən sahənin görsədiliyi yavaş-yavaş. Yeri olan yeri budur, düzələn barama saxlanacaq yer budur. Belə bir pəyələrdə saxlanılır. Baramanın da məhsuldarlığı budur. Yavaş-yavaş baramanı yığın başlıdır. Çəkib görsədiliyi baraman harada yetişir. Bax, barama belə bir müəyyən olunmuş tut ağacın yarpaqları ilə qidalanır. Belə bir fəsonda barama bəslənir. Olan məhsul bax, yumurtalıqdan ibarət. Yumurtalıqlar bu formada. Olanları bunlar. Əvvəl bu qurt şəklində olur, sonrası bu. Kiçik qurt şəklində. Toz şəkilli qurt şəklində. Bir ay bunu yedizdirib, göy tut yarpağı ilə bəsləyəndən sonra bu ağacları da gətirib görsətmək lazımdır ki, bunlar nə ilə yetişir. Deməli, bunların yetişməyi ancaq belə bir şeylə, göy tut yarpağını. Ancaq bununki təzə, göy, qəşək, qalın, bar verməyən, necə deyərlər, erkək tut yarpaqları ilə. Bunlar bu şəkildə olmalarına indiki həl-hazırdakı vaxtda baxmayaraq, kiçik qurt şəklində olur, toz şəklində. Sonradan böyüdür, belə-belə barmaq kimi tutsa barama deyirlər. Allah bərəkət versin, indi həl-hazırda məhsulumuz budur. Hər şey göz qabağındadır, normal haldadır. Bu işi bizə təşkil edənlərə çox təşəkkür edirik. Kənd yerlərində yaşayırıq, bəzilərimiz. İşsiz, gücsüz olduq, eczahan olduq, məşğuliyyət axtardık.